Əhl-i Beyt kitab şəklinə düşsə Qurandır. Quran insan dilində düşsə Əhl-i Beytdir. Nə Quran-ı Kərimi əvəz eləyəcək kitab var, nə Əhl-i Beytə tay olan bir insan var, bəşər var. Rəsul-i Əkrəm və Əhl-i Beyt. Quran və Əhl-i Beyt mövzusu biri digərini tamamlayan mövzudur. Sadəcə biri natiqdir, o biri samitdir. Natiq danışan, samit susan. Bu samit kitabdır, natiq olardı. Bu susanı danışdırmaq istəsə natiqə ehtiyac var. Bu samit Quranı ver natiqin əlinə. Natiq imamətdir, Əlidir. Samit Quranı natiq Quran əlindən aldılar. Samit Quranı natiq Quran əlindən aldılar. Samit Quranı natiq Quran əlindən aldılar. Quran belə buyurur: "Qul لئن اجتمعت الإنس والجن على أن يأتوا بمثل هذا القرآن لا يأتون بمثله." Bütün ins və cin, insanlar və cinlər birləşsin, yığışsın, hamısı bir yerə. وَلَوْ كَانَ بَعْدُهُمْ لِبَعْدٍ زَحِيرٍ. Hamısı bir-birinə dayaq olsun. Bu Quran-ı Kərim kimi kitab gətirmək istəsələr, gətirə bilməzlər. Bu Quranla bağlı söz. İndi görün Əhl-i Beyt haqqında nə söz var? Nəhnu əhlül beyt la yuqasu bina əhəd. Biz Əhl-i Beytlə heç kəs müqayisə oluna bilməz. Nə Qurana tay kitab var, nə Əhl-i Beytə misil bəşər var. Quran-ı Kərim Allahın ayəsi, ilahi əsmanın, Allahın adlarının təcəllisidir. Əleyhissalam buyurur: "Və mə lillahi ayətun əkbər minni." Məndən böyük ayə Peyğəmbərin şagirdidir. Salamlarda var: "Əssəlamu aleyk ya ayətullahul uzma." Ey Allahın böyük nişanəsi, Əmirül Möminin üçün. Quran Allah təcəllisi, Əhl-i Beyt Allahın yer üzündə nişanəsi. Biri kitabdır, biri xəlifədir. İnni cailun fil ardı xəlifə. Xəlifə kimə deyirlər? Xəlifə o kəs ki, yəni Allahın əsması onda görünür. Allahın adlarının təcəlli etdiyi şəxs. Xəlifə yəni bu. Ona görə deyir: "Əlləmə Adəmə əl-əsma kullah." Bütün adları öyrətdim Adəmə. Əsmanı öyrətdim Adəmə. İmam Hüseyn ağa haqqında deyilən söz budur. Peyğəmbər deyir: "Hüseynun minni və ənə minhu." Hüseyn məndən, mən də Hüseynnənəm. Nə dəhşət söz deyir. Təkcə bunu demir, Hüseynun minni. Hüseyn məndən deyir, mən də Hüseynnənəm. Bu söz biraz dərinləşdirir mövzunu. Başqa bir hədisdə bu mövzu açılır. Buyurulur: "Əvvəluna Muhammed, əfsətuna Muhammed, axiruna Muhammed." Əvvəlimiz də Muhammed, orta da Muhammed, axır da Muhammed. Yəni biz nurun vahidəyik, bir dənə nuruq. Əhl-i Beyti gözəl tanıdan Qur'andır. Qur'anı gözəl bəyan eləyən Əhl-i Beytdir. Quran Əhl-i Beytin söz və əməllərinin sənədidir. Quran Əhl-i Beytin şəxsiyyət kimliyidir. Yəni onların şəxsiyyətlərini vəsf edən kitabdır. Quran və itrət ikisi bir yerdə siratdır. Ehdina sıratel müstəqim deyir, ya bizi sirata yönəlt. Bunlar ikisi bir yerdə siratdır. Sirat nədir? Yəni din. Bu siratı bizə göstərən Əhl-i Beyt və Qurandır. Peyğəmbər Əhl-i Beytlə Quranı izah verəndə bilirsiniz necə izah verdi? İki barmağını belə qaldırdı. İki barmağın. Dedi Quran və Əhl-i Beyt belə tutdu. Dedi kəisbeyi hatayni, bu iki barmağıma bənzəyir. Bunu deyəndən sonra dedi iki barmağıma bənzəyir, belə göstərdi. Ondan sonra dedi bunu gördünüz. Və la əqul kəhatayni, belə deyir ha Quranla Əhl-i Beyt. Biri aşağı, biri yuxarı. Dedi Quranla Əhl-i Beyt bu cür nədir? Və la hatayni, bu iki barmağım kimi deyil. Bu iki barmağım kimidir. Görün Əleyhissalam nə deyir? Deyir: "Əqimu hazeynil əmudeyni və əvqidu hazeynil misbaheyni." Bu iki dənə sütunu qaldırın. Əleyhissalam deyir: Əhl-i Beytlə Quran. Bu iki sütunu qaldırın. Bu iki misbahı yandırın. Bu iki çırağı yandırın.
Bu iki sütunu qaldırın. Yoxsa xeymə çökər, yoxsa zülmətdə olarsınız. Həm cəhalətdə olarsınız, həm zəlalətdə olarsınız. Ümmət natiqi Qur'andan ayrı düşdü. Böyük rəhmətdən ayrı düşdü. Böyük rəhmətdən. İmamətdən ayrı düşmək, böyük rəhmətdən ayrı düşmək. İmamətdən ayrı düşmək, böyük rəhmətdən ayrı düşmək.